Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmir Rüstəmovun sədrliyi ilə həyat yoldaşını qətl yetirməkdə təqsirləndirilən Əmirov Rəşad Böyükağaoğlunun cinayət işi üzrə keçirilən prosesdə hökm elan olunub. Məhkəmə təqsirləndirilən Rəşad Əmirovun 17 il azadlıqdan məhrum edilməsi barədə hökm elan edib. Qeyd edək ki, dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən Rəşad Əmirovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Xatırladaq ki, hadisə 2025-ci ilin 27 may tarixində Bakının Nizami rayonunun ərazisində qeyd alınıb. Paytaxt sakini Ləman Əmirovanın yaşadığı mənzildə aldığı xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub. Araşdırmalarla məlum olub ki, Ləman Əmirova həyat yoldaşı Rəşad Əmirov tərəfindən döyülərək qətlə yetirilib. Rəşad Əmirov saxlanılaraq istintaqa cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4 xüsusi amansızlıqla adam öldürmə maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb. Onu da qeyd edək ki, cinayət işinin istintaqı zamanı Ləman Əmirovanın qətlə yetirilməsinə əsaslı səbəb onun bacısı Səbinə Vəliyevanın sürdüyü həyat tərzi olub. Məhkəmə zamanı dövlət ittihamçısı da şahidə buna görə irad tutaraq onun sürdüyü həyat tərzinin bacısının qətlə yetirilməsi, kürəkəndən həbs olunması və onların azyaşlı övladlarının da valideynsiz qalmasına səbəb olduğunu deyib.